Alo, salam aleyküm qardaş. Aleykümselam. Qardaş, o bandanalar var onlar satışa vuracaq, yoxsa onları Yok, hediye. hədiyyə eləyəcək? Müşterilere hediye. Oldu, sağ olun qardaş. Allah. Salam aleyküm qardaş. Aleykümselam. Ambardan mal gəlib bizə. Onu paketdən boşaldaq, yoxsa qalsın paketdə? Neye göre diyorsunuz? Ne malı ki? Boşaltmamışıq, valla bilmirəm, mal gəlib. Onu yəni boşaldaq, yoxsa qalsın Niye paketdə? boşaltmamak fikirləşirsiniz? Onu ben çakmadım, tutmadım sözü. Yani size lazım olan zakası yoksa ancak bandanalardı? Valla bilmirəm qardaş, baxmamışam. Bakanlığı yoktu. Açmamışam. Ben de o açın bakın naklada varsa yokluğun yığında. Bir de bandanalar gelmezdi. Onlar da giyime uygun müşterilere hediye edecek. Oldu qardaş, oldu. Çox sağ ol. Alo. Alo, salam aleyküm Asif qardaş. Aleykümselam. Asif qardaş, müştəri bizdən paltar alıbdı 59 manata. Diferenzanda qəhvəyi şərfini götürür. Amma xanım deyir, endirim eləməyin, qəhvəyi şərfi hədiyyə verin. Hediye verir. Bəli. Başa düşmedim ya. Hə, valla İndirim qardaş. var ki bu dəqiqə. İndirim bizə sabahdır. Bu dəqiqə indirim yoxdur axı bizə. Yox, qardaş, endirim istəmir. Deyir, qəhvəyi şərfi hədiyyə verin. Elə bildim ki, endirim istəmirəm. İndirim olsa yoxdur. Nəyə indirim istəmirəm? 20 manat indirim eləyirik ki biz 59 manatlıq şərtçiydə. Nə bilim, qardaş, əl çəkmir. Deyir, şərfi hədiyyə Mən edin. onu ötürü yerdən gələmişəm. Azıcıq seyri şeyini ötürü zəng eləmə mənə. Maksimum içinə məsələn deyirəm. İçi 70 manat, 79 manat edir, 70 manat alarsan. Qardaş, dedim mənim müştəriyə. Sadəcə dedim sizlə də məsləhətləşim. Anladım, qardaş, tamam. Məndən dildə başlayıcı, yəni belə bir şey ola bilməz, amele gəlmir yəni. Yaxşı, qardaş. İkiyə biri, amma mümkün deyil, tərcihlər var. Yaxşı. Sağ ol. Sağ ol. Alo, salam aleyküm qardaş. Ay, sağ ol. Üzrlü bilin, narahat edirəm sizə. Qardaş, müştəri dövlət çeki kartla ödəniş eləyib. Mən kassa dövlət çeki verə bilərəm. Kartla ödəniş dövlət çeki əlbəttə ki verə bilərsən, başa düşmədim. Soruşmaq istədim, müştəri burada gözləyirdi, ona görə. Qardaş, oldu, sağ olun. Narahat edirəm. Buyurun, anasını. O qrupda yazmısınız ki, bandanalar göndəriləcək. Biz onun müştəri geyiminin rənginə görə verəcəyik, yoxsa sayına görə? Rənginə görədir. Müştəri sizə bir dənə, iki dənə, belə də çox bir müştəri çox vermir. Amma çox alırsa, hə, məsələn deyir, 5 dənə geyim alırsa, əlbəttə ki, hər geyimə görə bir dənə verə bilərsin rahatçılıqla. Oldu. Hətta əlavə bir iki dənə də verə bilərsin. Yəni bir geyimə görə 2-dən artıq verirsiniz də. Oldu, baş üstə. Ki, olmasa müştərilə belə bir şey olsun. Başa düşdünüz? Başa düşdüm. Oldu, sağ olun. Sağ ol. Alo, salam aleyküm Asif bəy. Üzrlü sən narahat edirəm sizə. Salam. Buyurun. Mən sabah neçilər filanı gedim, yoxsa əcəmi filanı inşallah ki. Endirimdə var. Sələmə sabah neçlərə yesin, yoxsa əzəməyə yesin? Bu sual niyə versən, amma bilmirəm. Endirim dediniz var, sizə baxam, endirimlə bağlı məsləhətləşmək istədim. Endirimə görə. Deyir, endirim var da sabah. Neçlərə gidin, yoxsa əzəməyə gidin? Sələmə. Mən deyirəm, deyərəm özüm. Yaxşı Asif bəy, Allah razı olsun, çox sağ olun, üzrlü sən narahat elədim.